Qəbula qədər fiskanı təkrar edirik. Bu gün danışacağım molekulyar kinetik nəzəriyyədən. Molekulun öz kütləsinin karbon atomunun kütləsinin 12/1-nə nisbətən biz nisbi molekul kütləsi deyirik və vahidi olmur. Molekulun kütləsinin onun molar kütləsinə olan nisbətinə biz maddə miqdarı deyirik, vahidi moldur. Maddənin 1 molunda olan zərrəciklərin sayına biz Avogadro sabiti deyirik. Bir molekulun kütləsinin Avogadro sabitinə olan hasilinə biz molar kütlə deyirik. Konsentrasiya vahid həcmdə olan zərrəciklərin sayıdır. Mikroskopik kəmiyyətlər bir molekulu xarakterizə edən kəmiyyətlərdir. Makroskopik kəmiyyətlər isə ümumilikdə bütün qabdakı molekulları, qazı xarakterizə edən kəmiyyətlərdir. Mikroskopik və makroskopik parametrlər arasındakı əlaqə düsturuna biz MKN-in əsas tənliyi deyirik. İdeal qaz kifayət qədər serial edilmiş qazdır. Yəni məsəl üçün qabda 10 dənə qaz molekulu var isə 8-ini çıxardırıq, ikisi qalır. Onlar da bir-biri ilə qarşılıqlı təsirə girmir deyənə potensial enerjilər sıfır olur. Biz təkcə kinetik enerjilərinə baxırıq. İdeal qazın halını xarakterizə edən düstura biz ideal qazın hal tənliyi və yaxud da Mendeleyev-Klaperon tənlikləri deyirik. Burada baş rolda olan 3 kəmiyyət var: təzyiq, həcm və temperatur. Bunlardan biri sabit qalıb, digər ikisi öz aralarında dəyişəndə belə proseslərə biz izoproseslər deyirik. 3 izoprosesimiz var. İzobar, təzyiq sabit qalır. İzoxor proses, həcm sabit qalır. İzotermik proses, temperatur sabit qalır. Qəbula qədər bütün fizika proqramını təkrarlamaq üçün məni izləməyi yaddan çıxartma. Hələlik.